Salam əziz dostlar, mən Azər Quliyev. Bugün 20 aprel tarixidir və 9-cu siniflərin buraxılış imtahanı keçirildi. Mən də həmin imtahanda düşən ingilis dili sualları izahatı vermək istəyirəm. Birinci sualdan 4-cü suala qədər dinləmə mətnidir. Ona görə də 5-ci sualdan başlayıram. Looking for a fun way to learn English. İngilis dili öyrənmək üçün əyləncəli yollar axtarırsan. Come to the classes in our language center, where you can speak, listen and make new friends. Danışa biləcəyin, ulaşa biləcəyin və yeni dostlar edə biləcəyin dil mərkəzimizdə dərslərə gəlin. Join today and get special discount for the whole year. Bugün qoşulun və il boyu xüsusi endirimlər əldə edin. A variantı, students can get a discount if they bring a friend. A variantı deyir ki, əgər şagirdlər dostlar gətirsələr, xüsusi endirimlər əldə edəcəklər. Belə bir məlumat yoxdur. A variantı yanlışdır. B variantı, Language Center offers an enjoyable way of learning English. Dil mərkəzi ingilis dili öyrənmənin həzverici yollarını təklif edir. Əyləncəli yollarını təklif edir. Bəli, B variantı doğrudur. C variantı gələr. Discuss are available only for speaking classes. Endirimlər sadəcə danışıq sinifləri üçündür. Xeyr, elə bir məlumat yoxdur. C variantı yanlışdır. D variantı, students are offered free classes in the center. Şagirdlərə mərkəzdə ödənişsiz dərslər təklif edilir. Xeyr, elə bir məlumat da yoxdur. Y variantı, students can get discount if they join tomorrow. Şagirdlər sabah dərslərə qoşulsalar, endirimlər əldə edə bilərlər. Elə bir məlumat da yoxdur. Y variantı yanlışdır. Doğru variantımız B variantı olur. Gəlirik 6-cı suala. The Art Club will meet on Tuesday after school in room 202. İncəsənət klubu ikinci gün dərsdən sonra 202-ci otaqda olacaq, baş tutacaq. The purpose of the meeting is to discuss ideas for new project. Toplantının məqsədi yeni layihə üçün ideyaları müzakirə etməkdir. The members of the club must bring their equipment. Klubun üzvləri öz equipmentlərini, yəni ləvazimatlarını gətirməlidirlər. Everyone is welcome. İndi mətnlərə baxaq. The Art Club members are going to share opinions for new project. İncəsənət klubunun üzvləri yeni layihə üçün öz fikirlərini paylaşacaqlar. Bəli, belə bir məlumat var. B variantı, there is no need to bring any equipment to the meeting. Toplantıya equipmentlarını, yəni ləvazimatlarını gətirməyə ehtiyac yoxdur. Xeyr, gətirməlidirlər yazıb burada. B variantı yanlışdır. C variantı, the meeting place of club members is unknown. Klub üzvlərinin toplantılarının yeri məlum deyil. Xeyr, məlumdur. Otağın nömrəsi yazır 202-ci otaq. D variantı, the club meeting will be held before classes on Tuesday. D variantı yanlışdır. Deyir ki, klub toplantısı ikinci gün dərsdən əvvəl olacaq. Xeyr, dərsdən sonra olacaq deyir orada. Y variantı, not all the club members can take part in the meeting. Meetingdə klub üzvlərinin hamısı iştirak etməyə bilər. Belə bir məlumat da yoxdur. Y variantı da yanlışdır. Gəlirik 7-ci suala. Hello everyone. There will be a school trip
to the museum on Tuesday. Salam hər kəsə. 4-cü gün müzeyə məktəb səyahəti səfəri olacaq. Please don't forget to bring your student ID with you to take the advantage of special offers. Xüsusi təkliflərdən yararlanmaq üçün tələbə kartınızı gətirməyi unutmayın. Come and meet in front of the school before 9 AM. Səhər 9-dan əvvəl məktəbin qarşısına gəlin. Yəni orada görüşüləcək. İndi mətnəmizə baxaq. Students will meet at the back of the school. Şagirdlər məktəbin arxasında görüşəcək. Xeyr, məktəbin qarşısında görüşüləcək deyilir orada. B variantı, the museum is open for the school trip at the weekend. Muzey məktəb səfərləri üçün həftə sonları açıqdır. Xeyr, çünki orada deyək ki 4-cü gün gediləcək. B variantı yanlışdır. C variantı, students must bring their IDs to get special offers. Xüsusi təkliflərdən yararlanmaq üçün şagirdlər öz ID-lərini, yəni tələbə kartlarını təqdim etməlidirlər. Bu var, çünki mətndə göstərilir. C variantı doğrudur. D variantı, the meeting place for the museum trip is the school gym. Muzey səfəri üçün toplantı yeri məktəb idman yeridir. Gimnaziyasıdır, belə deyək. Xeyr, elə bir məlumat yoxdur orada. D də yanlışdır. E variantı, it is planned to meet the students after 9 AM. Səhər saat 9-dan sonra şagirdlərlə görüşmək planlaşdırılır. Xeyr, 9-dan əvvəl idi. Ona görə də E variantı yanlışdır. Doğru variantımız C variantıdır. Gəlirik digər suala, 8-ci sualımıza. Və mətn sualı gəlir. Mən burada mətni oxuyub vaxt itirmək istəmirəm. Sadəcə mətn haqqında bir məlumat vermək istəyirəm. Bu xüsusi olimpiya oyunları haqqındadır. Həmin oyunların nailiyyəti haqqındadır. Həmin oyunların 2 ildən bir dəfə keçirilməsi haqqında danışılır. Qış və yay oyunlarından ibarət olduğu deyilir. Həmin xüsusi olimpiya oyunlarının ideyasının Dr. Frank tərəfindən verildiyi danışılır və o birinci Kanada hökumətindən kömək istəyir ki, bu oyunlar keçirsin. Kanada hökuməti də ona çox dəstək olmaq üçün Amerikaya gedir və orada Rosa Kennedy deyən birindən kömək istəyir. O da imkanlı olduğu üçün ona kömək edir və 1960-cı illərdə daha doğrusu bu olimpiya keçirilir Chicago şəhərində. Az adam gəlməsinə baxmayaraq nailiyyətli olduğundan danışılır. İndi 8-ci suala baxaq. 8-ci sualda which statement is false according to the passage? Hansı bəndin mətnə uyğun olaraq yanlış olduğundan soruşur bizdən. Təbii ki, burada D variantıdır. D variantında deyir ki, the Special Olympics is a sporting event held in every 5 years. 5 ildən bir keçirilən oyun olduğunu deyir. Xeyr, 2 ildən bir keçirilir oyun. Orada mətndə qeyd olunub. Ona görə cavab D variantıdır. Gəlir 9-cu suala. Choose the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq suala doğru cavabı verməmizi istəyir. Why did Dr. Hayden have to ask Rose Kennedy for help? Niyə kömək üçün Dr. Hayden Rosa Kennedy'dən kömək istəməli idi? Burada doğru cavabımız C variantıdır. As he couldn't get enough support from the Canadian government. O, Kanada hökumətindən istənilən kifayət qədər dəstəyi ala bilmirdi. Bəli, mətndə də var. Ona görə də o Amerikaya gedir. Doğru variant C variantıdır. Gəlirik digər sualımıza, 10-cu suala.
What is the passage mainly about? Mətn əslən nə haqqındadır? Doğru cavabımız A variantı. The History of the Special Olympics. Xüsusi Olimpiyanın tarixi A variantı doğru variantımızdır. 11-ci sual. Complete sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Few participants took part in the first Special Olympics because az iştirakçı birinci xüsusi olimpiyada iştirak elədi. Çünki burada doğru variantımız da Y variantıdır. Çünki few people had information about it. Çünki az insanın bu haqda məlumatı var idi. Mətndə bu göstərilir. Y variantı doğrudur. Gəlir 13-cü suala. Bir sentence Arturo according to the passage. Mətnə uyğun olaraq hansı sifətlər doğrudur? Təbii ki 3-4. Xüsusi Olimpiya oyunları 1960-cı illərdə keçirildi. Bəli, mətndə var. 4-də Xüsusi Olimpiya oyunlarının 2 növü var. Bəli, qış və yay Olimpiya oyunları 3-4 doğrudur. Mətn suallarımız qutardı. İndi gəlir qrammatika suallarına. 13-cü sual. Money by the villagers they eat to the police. Burada by the villagers dediği üçün bu məhsul növü olan bir cümlədir. Yəni A variantı burada olmaz. Çünki məhsul növün düzəlmə qaydası tamamlıq plus to-be formaları zamana görə dəyişir əlbəttə. Bir də feilin 3-cü forması. Ona görə də A variantı olmaz. Gəlir B variantına. Money was found by the villagers. Pul kəndçilər tərəfindən tapıldı. They gave it to the police. Onlar onu, yəni pulu polisə verdilər. B variantı doğrudur. C variantı gəlir. Money təkdə olduğu üçün were olmaz. Çünki were cəm isimlə işlənir. C variantı olmaz. Yenə A variantı, D variantı yanlışdır. Çünki are olmaz. Money is və ya was olur. Y variantına gəlirik. Money is found by the villagers. Pul kəndlilər tərəfindən tapılır. They gave it to the police. Onlar bunu polisə verdilər. Burada zaman uzlaşması doğru deyil. Çünki burada is varsa digər cümlə give olması lazımdır. Yerə yanlış olduğu üçün doğru variantımız B variantdır. 14-cü suala gəlirik. Match the words to the definitions. Sözləri onların izahları ilə uyğunlaşdırmamızı istəyir. Burada honest dürüst deməkdir. Yəni bir C olur. Always telling the truth. Həmişə doğrunu demək. 2. Passion səbirli deməkdir. 2A olur. Being able to wait for a long time. Yəni uzun sürə, uzun vaxt gözləməyi bacarmaq səbirli 2A-dır. Creative, yəni yeni fikirlər irəli sürən, kreativ olan. Having a lot of imagination and new ideas. Yeni ideyaları və çoxlu xəyalları olan, xəyallara malik olan, yəni A variantı doğru variantdır. 15-ci suala gəlirik. Choose the correct option. The information in those books. Bu kitablardakı məlumat taken from the internet. İnternetdən götürülür və ya götürülüb. Tərcüməsi belə olacaq. Burada söhbət kitablardakı məlumatdan getdiyi üçün və məlumat da sayıla bilən tək isim olduğuna görə burada are və were olmaz. Çünki are və were olması üçün söhbət gedilən isim cəmdə olması lazım idi. Ona görə də 2-5 doğrudur. Will olmaz orada. Çünki will olması üçün will be taken olması lazım idi. Çünki məhsul növün gələcək zaman forması
will üstəgəl be plus feilin üçüncü forması kimi düzəlir. Ona görə doğru variantımız Y variantıdır. Gəlir 16-cı suallar. Choose the correct sentence with the noun in the positive case. İsmin gəlir çalında doğru cümləni seçməmizi istəyir. A variantı this means deyir. Burada men sözü cəmdə olduğu üçün onun qarşısında this sözü olmaz. Çünki this tək isimlərin qarşısında olur. Yaxında olan tək isimlərin A variantı olmaz. B variantı these means. These sözü də, yəni əvəzliyi də cəm isimlərin qarşısında işlənir. Yaxında olan cəm isimlərin mən sözü də cəmdə deyil, təkdə olduğu üçün B variantı da yanlışdır. Gəlir C variantına. This man's luggage was very heavy. Men kişilər deməkdir. Cəmdə olduğu üçün onun qarşısında these əvəzli işlənə bilər. C variantı doğru variantımızdır. D variantına gəlirik. Those men's. Men sözü cəmdədir. Qarşısında those işlənə bilər. Those uzaqda olan cəm isimlər göstərmək üçün işlənir. Bəs burada yanlışlıq nədir? Men sözünün yer çalı səhv düzəldilib. Çünki kökdən dəyişilərək cəmlənən isimlərin yer çalı həm tək, həm də cəm formada apostrof S-lə düzələr. Yəni S-dən əvvəl apostrof yazılmalı idi. D variantı doğru deyil. Yəni Y variantı onun kimi yanlışdır. Mən sözünün yer çalı S-dən əvvəl apostrof olmalı idi. Doğru variantımız C variantıdır. Gəlirik 17-ci suala. Choose the correct modal verb. Doğru modal feili seçməmizi istəyir. My mother is very tired. Mənim anam çox yorğundur. İndi bətlərimizə baxaq. I can to. Kəndən sonra to gəlməz, A yanlışdır qrammatik olaraq. B variantda have-dan sonra to olmalı idi. B variantı yanlışdır. C variantı might-dan sonra to olmaz. C variantı yanlışdır. Qaldı D və Y variantı. Qrammatik cəhətdən ikisinə baxdığımızda should da qoya bilərik, must da qoya bilərik. Burada artıq cümləni tərcümə etməliyik. Mənim anam çox yorğundur. Shouldn't qoysaq I shouldn't help her. Mən ona kömək etməməliyəm. Xeyr, yorğun olan insana kömək edilməlidir. D variantı olmaz. I must help her. Mən ona kömək etməliyəm. Y variantı doğru variantdır. 18-ci suala gəlirik. Choose the sentence with the passive voice. Məhsul növdə cümlə seçməmizi istəyir. A variantı my hobby is collecting the coins of different countries. A variantı yanlışdır. Çünki biz bilməliyik ki, məhsul növ, tamamlıq, plus zaman görəv to be-nin formaları, bir də feilin üçün forması olmalıdır. A variantı elə olmadığı üçün yanlışdır. B variantı eynən all students want to see the exam result. Bu da passive voice-da yəni məhsullar deyil. B variantı yanlışdır. C variantı they promise to send. Bu cümlədə passive voice-da deyil, məhsul növdə. Y variantına baxırıq. Cotton is planted in different parts of Azerbaijan. Baxırıq ki, cotton tamamlıqdır. Ondan sonra to be-nin forması gəlib, is gəlib. Və plant feilin üçüncü forması gəlib. D variantı doğrudur. Azərbaycanın fərqli bölgələrində pambıq yetişdirilir. Tərcüməsi belədir. Y variantına baxaq. Unexpectedly, willows are important documents. Bu da məhsul deyil. Doğru variantımız olur D variantı. Gəlirik 19-cu suallar. Choose the correct option. Is a person's behavior. İnsanın davranışı. Bura qədər oxuduğumuzda artıq cümlə axırını oxumaya ehtiyac yoxdur. Bir insanın davranışı nə olar? Əlbəttə ki, manner olar. Digər məntlər doğru deyil. Cavabımız B variantıdır. 20-ci sual. Choose the correct option. Doğru variantı seçin. Bu bağlayıcı sualıdır. They didn't invite me to the party. Onlar məni partiyə dəvət etmədilər. So, I didn't go. Nəticədə mən
getmədim. Yəni partiya getmədim. Doğru variantımız C-dir. That qoysaq hansı ki deməkdir? Hansı ki partiya getmədim olmaz. Because qoysaq çünki mən partiya getmədim, o da olmaz. Onlar məni partiya dəvət etmədilər, amma mən getmədim, batda qoysaq olmaz. Or və ya deməkdir. Onlar məni partiya dəvət etmədilər və ya mən getmədim, 7 olmaz. C variantı doğru variantdır. Onlar məni partiya dəvət etmədilər. Nəticədə mən partiyaya getmədim deməkdir. C variantı doğru variantdır. Gəlir 20-ci suala. Choose the words with the close meaning. Bir-birinə yaxın olan sözlər seçməmizi istəyir. Burada doğru variantımız Y variantıdır. Nice, beautiful. İkisi də gözəl deməkdir. A variantını qoysaq happy, sad. Biri xoşbəxt, biri qəmgin deməkdir. Bunlar yaxın deyil, antonim mənalıdır. B variantı old, qoca, köhnə, rude, kobud deməkdir. Heç bir-birinin əlaqəsi olmayan sözlərdir. B variantı difficult, easy, çətin, asan. Bunlar artıq antonimlərdir, olmaz. Y variantı tall, hündür, short, qısa. Dedi olmaz. Y variantı doğru variantdır. 22-ci suala gəlirik. Choose the correct option. These photos were taken. Boşluq my friend, a mobile phone. Burada şəkil çəkildi. Kim tərəfindən? Dostum tərəfindən deyir. Pasif voice-də məsələn olan bir cümlədir. Təbii ki, my friend-in qarşısında by olacaq. Telefon ilə çəkildi. İlə dediyimizdə with olur. Doğru variant A-dır. Diğer variantlar doğru değil. Gəlir 22-ci suallar. Choose the correct option. Boşluq is making coffee today. Burada doğru variant D variantdır. Who is making coffee today? Bugün kim kofe hazırlayır? Ayı qoysaq what. Bugün nə kofe hazırlayır? A variantı olmaz. Qələmimizi götürək. A variantı olmaz. B variantı zaten doğru olmur. Vay qoysaq ora. Cümlənin mübtədası yoxdur orada. Eynən C də olmaz. Necə deməkdir? Hal qoymaq üçün cümlənin mübtədasına ehtiyacı var. Eynən when də olmaz. Doğru olan variant dedir. Bugün kim kofe hazırlayır? Gəlir 24-cü suallar. Choose the correct option. There is boşluq art collection in boşluq museum. Burada A variantı olmaz. Çünki art sözünün tələffüz forması saatlə başlayır A harfi ilə və orada E artiklı yox, N artiklı olmalıydı. A getdi. Gəlir C variantına. C variantına baxaq. Museum sözünün tələffüz forması samitlə başladığı üçün N olmaz, orada E olar. Və qalırıq 3 variant arasında B, D, Y variantları. İndi burada B'ye baxsaq B olmaz, çünki burada qeyri-müəyyən bir incəsənət kolleksiyasından danışılır və 2 dəfə danışıldığı üçün D olmaz. D müəyyən artikeldir, müəyyənlik bildirir. Eynən Y variantı da olmaz. Çünki burada mütləq bir qeyri-müəyyənlik artikelına ehtiyac var. O da D variantıdır. There is an art collection in the museum. Yəni müzeydə, yəni bildiyimiz müzeydə bir incəsənət kolleksiyası var. D variantı doğru variantımızdır. 25-ci sualda bizdən doğru antonim cütlüyünü seçməmizi istəyir və burada 1 və 4 doğrudur. Dangerous təhlükəli, safe təhlükəsiz, güvənli deməkdir. 4-də boring sıxıcı, interesting maraqlı mənasına gəlir. 1-4 doğrudur. 2 və 3-də isə ugly çirkin, clever ağıllı, heç bir əlaqəsi yoxdur.
3-də different çətin, ancient qədim, köhnə mənasına gəlir. Yəni doğru variantımız 1 və 4-dür.